Fransanın Azərbaycana qarşı tutduğu qərəzli mövqe növbəti mərhələyə keçib. Bu dəfə rəsmi Paris Azərbaycanın mədəniyyətinə hədəf alıb. Azərbaycan parkında ölkəmizlə bağlı bütün yazıların yığışdırılması qərarı qəbul olunub. Xurşud Banu Natavanın abidəsinə hörmətsizlik edilib. UNESCO təşkilatına ev sahibliyi edən ölkədə bu cür vandalizmin törədilməsi də taleyin bir ironiyasıdır. Fransanın Evian-le-Bain şəhər meriyası Azərbaycan parkının adının qeyd olunduğu bütün lövhələrin yığışdırılmasına dair qərar qəbul edib. Müxalifət nümayəndələri belə bir tələblə dekabrın 18-də Bələdiyyə Şurasında çıxış ediblər. Mer Josiane Leyin sözlərinə görə artıq Azərbaycan parkı ilə bağlı bütün istinadlar silinib. Şəhər rəhbərliyinin son qərarına səbəb isə Fransanın Ermənistan sevgisidir. Fransa indi Azərbaycan mədəniyyətinə qarşı, Qarabağın simvolu olan, mədəniyyətimizin simvolu olan Xurşud Banu Natavana qarşı belə bir hərəkətlərə yol verir və ironiya da ondan ibarətdir ki, dünyada mədəni və qeyri-mədəni irsin qorunmasına məsul olan UNESCO təşkilatına ev sahibliyini də məhz Fransa edir. 44 illik müharibədə Fransa Azərbaycan əleyhinə bəyanatlar verəndə, Qarabağı Ermənistan kimi tanıyanda heç bir Azərbaycanlıların ağlına gəlmədi ki, Hugo'nun kitablarını yandırsın. Çünki Azərbaycan xalqı mədəni xalqdır. Çünki Azərbaycan xalqı bilir ki, Hugo dəyər yaradıbdır və bu dəyərlər ümumbəşəri dəyərlərdir. Amma çox təəssüf ki, Fransada Azərbaycan mədəniyyətinə qarşı, qadınlıq simvoluna qarşı, poeziya simvoluna qarşı, Qarabağın simvoluna qarşı bax bu cür addımlar atılır. Parisin bu dəfə də Azərbaycan irsini hədəf alan siyasətinə rəsmi Bakının cavabı fərqli ola bilər. 19-cu əsrdə Qafqaza səfər edən fransız yazıçısı Aleksandr Dumanın qeydləri ölkəsinin indiki siyasətindən tamamilə fərqli idi. Elə Azərbaycanlı memar Cahid Həsənovun Dumanın Qafqaz səfəri ilə bağlı layihəsi Fransanın anti-Azərbaycan siyasətinə əks arqument yarada bilər. Kiçik həcmli və yaxud geniş miqyaslı bir park olsun, onun adını qoyaq Aleksandr Duma parkı. Orada Aleksandr Dumanın bir heykəl kompozisiyasını, hansı ki ola bilər o xan qızı Xurşud Banu Natavanla görüşüb. Və yaxud da ki Aleksandr Dumanın o vaxtlar kağız üzərində, xüsusi orada onların qeyd dəftərləri olurdu. Həmin stildə bir kağız vərəğinin açılmış formasını vermişəm. Onun üstündə məhz Azərbaycanla yazdığı qeydləri öz dillərində biz işləyib, onu bir abidə kompleksi kimi həmin parkın mərkəzi ərazisində yerləşdirək. Müsahibimiz deyir ki, bu layihəni hazırlamaqda məqsədi Azərbaycanla dostluq əlaqələrinin tarixinin Duma nümunəsi ilə Fransa ictimaiyyətinə çatdırmaqdır. Bu abidə kompleksi ona zəmin yaradacaq ki, fransız cəmiyyətinə, belə deyək, yeni nəslə, bunların özlərinə biz göstərək ki, Azərbaycan torpağı sülhsevərdir, qədimdir, tarixi vardır. Bunu təsdiq edən sizin dünya şöhrətli ədibinizdir. Hansı ki, burada qonaq olub, bu haqda da öz qeydlərini yazıb. Xarici siyasətinin əsas qayəsi ədalətsizlikdən ibarət olan Fransanın indi də Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışması heç də təəccüblü deyil. Görünür, Makron hökuməti vandalizm həyata keçirməklə ölkəsinin sivilizasiya tarixi ilə bağlı imicində məhv etmək fikrindədir.